Salam uşaqlar. Deməli, bu videoda mən A matrisinin tərsinin üç tərtibli A matrisinin tərsinin tapılmasını izah edəcəm. Bir matrisin tərsini tapmaq üçün ilk növbədə həmin matrisin determinantını birinci hesablamalıyıq. Əgər o determinant sıfırdan fərqlidirsə, deməli həmin matrisin tərsi vardır. Yəni istənilən matrisin tərsi yoxdur, bunu yadınıza saxlayın. Əgər determinant sıfıra bərabər olarsa, artıq o matrisin tərsi yoxdur. Nəyə görə? Çünki matrisin tərsini tapanda biz bu qaydadan istifadə edirik. A üstündə mənfi 1 bərabərdir. 1 bölünsün determinant A vur matrisin cəbri tamamlayıcılarının elementlərinin transporun edilməsindən düzəldilmiş bir matrisə vururuq. Bax, burada yazıram. Elə A, I, J üstündə T. Bu nə deməkdir? Matrisin deməli cəbri tamamlayıcılarının hər bir elementin cəbri tamamlayıcını biz tapırıq. Sonra da həmin o cəbri tamamlayıcılardan bir matris düzəldirik. Sonra həmin matrisi transporunu edirik. Onun da qaydasını artıq bilirsiniz. Yəni sətirləri götürüb üstün boyunca düzdürsünüz. Amma yekunda onu nəyə vurursunuz? 1 bölünsün determinant A. A matrisinin determinantına vurursunuz. İndi burada A matrisinin determinantı 0 olsa, biz nə edirik? Sıfıra bölməklə üzləşirik. Ona görə də biz də bilirik ki, riyaziyyatda sıfıra bölmək yoxdur. Ona görə mütləq deyirik ki, matrisin tərsi olması üçün onun determinantı sıfırdan fərqli olmalıdır. Əgər sıfıra bərabər olarsa, artıq o matrisin determinantı yoxdur. Gəlin birinci bu matrisin determinantını hesablayaq. Determinant A nəyə bərabərdir? Bərabərdir 1, 1, 2, 2, mənfi 1, 2, 4, 1, 4. Yalar, determinantın tapılma qaydasını artıq siz bilirsiniz. Üçbucaq qaydasından istifadə edirik. Baş diaqonal elementlərin köhnə videolarda çoxlu misallar izah eləmişəm. Burada birbaşa hesablamanı yaparam. 1 vur, mənfi 1 vurursun 4. Elədi neçə? Mənfi 4. Sonra 2, 1, 2. Üstünə gəlirsən, bax 2, 1, 2. Üçbucaq burada əmələ gəlir də. Üstə gəlinsə nə olacaq? 4. Sonra da yalar 1, 2, 4. Elədi 8. Sonra çıxırıq. Yan diaqonal elementlərin hasılı. 4, mənfi 1, 2. Olacaqdır bu. Neçə? Mənfi 8. Amma çıxdığımıza görə burada üstəgəl 8 yazacağım. Sonra bunu yadımıza saxladıq belə. Sonra buradan bir üçbucaq düzəldirik. 1, 2, 1. Neçə elədi? 2 elədi. Çıx 2 olacaq. Sonra 2, 1, 4. Bax, üçbucağı görürsünüz yəqin. 2, 1, 4. Elədi 8. Çıxılsın 8 olacaqdır. İndi bu determinantı hesablasaq, bunlar getdi, düzdürmü? Bunlar da getdi. 8-dən 2 çıxanda neçə oldu? 6. Gördüyünüz kimi determinant sıfırdan fərqlidir. Deməli, bu matrisin artıq tərsi vardır. İndi buradakı elementlərin, cəbri tamamlayıcıların bir-bir tapacağıq. Məsələn, A11 A11 elementin cəbri tamamlayıcısı necə tapılır? Köhnə videolarda izah eləmişəm. Bir daha deyirəm. Mənfi 1 üstündə 1 üstə gəlinsin 1 vurulsun. Buradan xət, bax birinci sətrin birinci sütunu. Buradan bir xət, buradan da bir xət çəkirik. Yerdə qalanları götürürük. Bax bu. Bu oldu nə? Mənfi 1, 2, 1, 4. Bax, bunu da hesablayırsınız da. Bunu da hesablayırsınız. Burada determinant işarəsini yazmalıydım. Matris yox, determinant. Yəni determinantı hesablayırıq artıq biz birbaşa. Bu da bərabərdir, mənfi 1-dir. Mənfi 1 üstündə 2 eləyir, yəni müsbət 1 olur. Bunu da determinantı hesablasaq, baş diaqonal elementlərin hasılı. Mənfi 4 çıxılsın, 1 çıxılsın 2. Neçə eləyəcəkdir? 2. Neçə oldu bu? 1 çıxılsın 2. Mənfi 2. Mənfi 6. Mənfi 6. Sonra A1 2-ni tapaq. A1 1-i tapdım. A1 2. A1 2-ni tapıram. Burada da olacaq mənfi 1 üstündə 1 plus 2 mənfi eləyəcək. Mənfi 1 üstündə 3 eləyir də mənfi eləyəcək. Mənfi A1 2. Şöyle A1 2. Birinci sətir, ikinci sütun. Buradan belə xət çəkirik, buradan belə bir xət çəkirik. Qalır 2 4, 2 4 qaldı. Biz yazdım da 2 4, 2 4 qaldı. Səhv hesablamadıqsa, 8 8 0 oldu da bu. 0. A2
A1 2-ni tapdıq. A1 1, A1 2, A1 3-ü tapaq. A1 3. A1 3 də bərabərdir. Mənfi 1 üstündə. Yenə də bu qaydada mənfi 1 üstündə gəl. Üstündə 1 plus 3 müsbət 1 olur. A1 3 də olacaq. Buradan belə xətt çəkirsiniz. Buradan da belə xətt çəkəcəksiniz. 2 mənfi 1 4 1 qalacaq. 2 mənfi 1 4 1 qalacaq. Bunu da hesablasanız 2 çıxılsın. 2 çıx mənfi 4 müsbət 4 olur. Bu da neçə elədi? 6 oldu. Sonra nəyi tapırıq? Bu qaydada uşaqlar tapırsınız. Mən burada özüm üçün tapmışam. Yəni onları vəbşi qeyd eləyək. Burada bu hamısını yazın. A1 1-i tapdım, A1 2-ni tapdım, A1 3-ü tapdım. Yəni bu qaydada tapırsınız. Vaxtımız çox getməsin. A2 1 də. İndi mən birbaşa burada yazıram. Birbaşa burada yazıram. 1 bölünsün determinant. Determinant neçə tapmışıq? 6. İndi uşaqlar bax burada bu elementlər belə yazılacaq. A1 1, A1 2 burada yazılmayacaq. Burada yazılacaq. A1 2. Sonra burada A1 3 yazılacaq. Çünki transformun edilmiş versiyasına vururuq. Sonra burada A2 1 elementi, A2 2, A2 3 elementi. Sonra burada A3 1, burada A3 2, burada da A3 3 şəklində yazılacaqdır. Buranı silirəm artıq birbaşa. Elementləri burada hazır tapmışam. Ona birbaşa yazıram. Artıq bunun hesablamaq qaydasını sizə göstərdim. O biri elementləri özünüz də istəsəniz tapa bilərsiniz. Deməli, olacaqdır 1 bölünsün 6. Deməli, A1 1. A1 1-i hesablamışam. Mənfi 6 tapmışam. A1 2. A1 2 0 tapılıb. A1 3. A1 3 6 tapılıb. Sonra A2 1 mənfi 2 tapılıb. Sonra A2 2 mənfi 4 tapılıb. A2 3 3 tapılıb. Sonra A3 1 4 tapılıb. A3 2 2 tapılıb. A3 3 də səhv hesablamamışamsa mənfi 3 tapılıb. Bu da bərabərdir. Bu 6-da 1-i nə edirik? Bu matrisin elementlərinə vururuq bir-bir. 6-da 1-i mənfi 6-ya vuranda olacaqdır mənfi 1. 6-da 1-i mənfi 2-yə vuranda mənfi 3-də 1 olacaq. 6-da 1-i 4-də vuranda 6-da 4, 2-yə də əksər aparsaq 3-də neçə eləyəcəkdir? 2 eləyəcəkdir. Düzdürmü? Sonra 6-da 1-i 0-a vuranda 0 olacaq. 6-da 1-i mənfi 4-də vuranda mənfi 3-də 2 olacaq. 6-da 1-i 2-yə vuranda 3-də 1 olacaq. 6-da 1-i 6-ya vuranda 1 olacaq. 6-da 1-i 3-ə vuranda 2-də 1 olacaq. 6-da 1-i mənfi 3-ə vuranda mənfi 2-də 1 olacaq. Bax, bu da oldu A matrisinin tərsi. Uşaqlar, yoxlaya bilərsiniz ki, həqiqətən də biz bax A matrisinin tərsinə vursaq, yəni A üstü mənfi 1 matrisinə vursaq, burada siz bir vahid matris alacaqsınız. Bir vahid matris Y matrisini alacaqsınız. Bir 3 tərtibli bir vahid matris alacaqsınız. Bax, belə bir matris alacaqsınız. 1, 0, 0, 0, 1, 0, 0, 0, 1 şəklində 3 tərtibli bir vahid matris alacaqsınız. Bax, bu matrisi götürsəniz, bura vursanız, görəcəksiniz ki, həqiqətən bax, yoxlaya bilərik elə şifayı. 1 vurulsun mənfi 1 neçə eləyir? Bir dənə sətri yoxlayıram sizin üçün. 1 vurulsun mənfi 1. Burada elə bir yoxlamasını yazıram. 1 vurulsun mənfi 1, mənfi 1 eləyir. 1-i mənfi 3-də 1-ə vuranda, mənfi 3-də 1 eləyir. 2-ni 3-də 2-ə vuranda nə olacaq? 3-də 4 olacaq. Və bunları toplasanız, bu nə olacaq? Mənfi 1 tam neçə? 3-də 1. Və yaxud da bunu hesablasanız, bu nə oldu? 3-də, mənfi 1 tam 3-də 1, mənfi 3-də 4. Düzdür? Hə? Mənfi 1 tam 3-də 1, mənfi 3-də 4. Mənfi 3-də 4. Üstə gəlirsə 3-də 4. Bu 0 oldu. Mən haradasa səhv eləmişəm. Mən 100% burada hesablamalarda haradasa səhv eləmişəm. Burada bu 1 alınmalıydı. Bu 1 alınmalıydı. Yəqin ki, haradasa bir yerdə səhv eləmişəm. Çünki
biz bilirik ki A matrisini A matrisi tərsinə vuranda bir vahid matris alınır. Vahid matrisində elementlərini biz bilirik ki, məsəl üçün 3 tərtibli yazırıqsa, bu şəkildə yazırıq da, baş diaqonal elementlər vahidə bərabər olmalıdır. Digər elementlər sıfıra bərabər olmalıdır. Yəni ki, birinci sətrin birinci sütun elementi 1-ə bərabər olmalıdır. Burada mən hardasa hesablamada bir yerdə səhv eləmişəm mənfi müsbətdə. Çünki burada mənfi 1/3-1, mənfi 3/4 eləyir də, mənfi 3/4. Mənfi 3/4 ilə də 3/4-ü toplayanda bilirik ki, deyəsən mən səhv vurdum. Bir dənə baxın, bir dəqiqə baxın. Mən bu 1-i vurdum mənfi 1-ə, mənfi 1. Səhv vurmuşam, deyirəm bax, belə olmaz axı. Deyirəm bax, bu belə olmaz axı, səhv vurmuşam. Deməli uşaqlar, 1-i vurduq mənfi 1-ə. Nə oldu? Mənfi 1. Sətri götürüb üstünə vururuq axı. 1-i vurduq mənfi 1-ə, mənfi 1. 1-i vurduq 0-a, oldu 0. 2-ni vurduq 1-ə, nə oldu? 2. Bax, mənfi 1 üstəgəl, 0 üstəgəl 2. Neçə elədi? 1 elədi? Doğru. İndi bax, bu sətri yenə götürüb, nə edəcək? Bax, bu sütuna vuracaq da. Bax, buradan yazıram onu. 1-i vurduq mənfi 3/1-ə. Olacaq mənfi 3/1. 0 olmalıdır yekunda o. Çünki buradakı element 0-dır. 1-i vurdum, sətri vururam, ikinci sütuna indi. 1-i vurduq mənfi 3/1-ə, mənfi 3/1. 1-i vurduq mənfi 3/2-yə. Olacaq mənfi 3/2. Sonra sütuna vururam. 2-ni vuracam 2/1-ə, neçə eləyəcəkdir? 1 eləyəcəkdir. Düz yazdıq? Hə. İndi baxın, bunları da hesablasaq, 1 çıxsın 3/1, 3/2 eləyir. 3/2-dən 3/2 çıxanda, yəni bunun cavabı 0 olur. Bunun cavabı 0 olur. Gördüyünüz kimi, birinci sətrin ikinci sütunun elementi 0 olur. Yəni bu qaydada bir-birinə vururuq və vurub yoxlayıb görə bilərik ki, həqiqətən də A matrisini A üstü mənfi 1 matrisinə, yəni həmin matrisin tərsinə vuranda bax belə bir vahid matris alınır. Bu qədər, sağ olun. O biri sualları da növbəti videolarda izah edəcəm. Videonu bəyənməyi və paylaşmağı unutmayın.